Belə bir mübarək ayda, gözəl bir gündə sizinlə görüşmək özü böyük bir ziyarətdir həm də. Allah şəhidimiz Polad Həşimov, cənab generalımız başda olmalı, bütün şəhidlərimizi rəhmət eləsin. Ruhları şad olsun ki, mübarək günlərdə biz al-nasıq üzal qələbəmizin o gözəl bir əhval-ruhiyyəsi ilə həyatımıza davam edirik. Onların da ruhları başımızın üstündədir. Hər zaman ucalıqlardadır. Belə bir gündə, bu Ramazan günündə, bu mübarək gündə ürək sözlərinizi bölüşməyiniz çox gözəl olardı. Bəli, birinci deyə bilərəm ki, Allah hamının tutduğu orucun, namazını qəbul eləsin. Allah xalqımızı, gənclərimizi qorusun, dünyaların dincələsin. Bir daha ölkəmizdə bizim bu arkadan gələn gənclərimiz, hal-hazırda olan balalarımız belə ağır günlər görməsinlər, müharibə görməsinlər. Dünyalarla Allah dincələsin, salamat eləsin. Allah qorusun xalqımızı, millətimizi Allah qorusun. Yəni siz bir ana olaraq həm də sülh tərəfdarısınız, amma yenə də bir görürük ki, bir qarşı tərəf yenə də bir ipə sapa yatmaq istədir. Yenə də kimlərsə onları bir müharibə təhrik edir. Bu təhlükə ola bilərmi? Allah eləməsin, olmasın. Allah vardır, Allah böyükdür. Əlbəttə biz sülh istəyirik. Biz həmişə 88-ci ildən bu müharibələr başlayır. Sülh istəmişik həmişə. Həmişə sülh istəmişik. İndi də sülh istəyirik, sülhün tərəfdarıyıq. Allah bu körpə balalarımızı, arkada qalanlarımızı qorusun. Yəni ordumuz təbii ki, düşmənə cavab vermək əzmindədir. Bəli, bizim ordumuzda elə oğlanlar var, elə qəhrəmanlar var ki, deyim sizə ki, hər zaman öz sözlərini deyə bilən, hər zaman ayaqüstə dura bilən ordumuz var. Ancaq Allah onları da qorusun. Şərəfli ordumuzu Allah qorusun. Və bir erməni onları sizcə düşünmürlər ki, növbəti dəfə onlar fəlakətin dibinə yuvarlana bilərlər. Onlara bir sözünüz varmı? Onlara deyərəm ki, onlar da öz gənclərinə, öz balalarına ağıl, öyüd, nəsiyyət versinlər. Dünyada bir gün artıq işıqlı dünyada yaşamaq hər birimizə lazım bu dünyada. Ağıllı olsunlar. Mən deyirəm, ağıllı olsunlar. Heç kəs istəməz balalarını itirsin. Amma onlar da, onların dini yoxdur. Onlar da dönsünlər, Allahlarını tanısınlar. Həm də dostun düşmənini tanısınlar da. Türkiyə və Azərbaycan onlara düşmən deyil. Bəli. Onlar bilsin ki, bu xalq Türk xalqıdır. Qırılmaz xalqdır. Onu yaxşı bilsinlər. Öz yurdundadır. Bizim xalqımız, vətənimiz, oğlanlarımız öz yurdunda müharibə edir. Erməniyə yurdu yox, o yurdunda müharibə edirlər. Öz Azərbaycan xalqlarını edirlər. Ən böyük arzunuz nədir bundan sonra? Ən böyük arzumuz... Zəngəzur arzumuzu mu? Əlbəttə Zəngəzurumuz da alınır. Sülh yoluna Zəngəzurumuz da alınsın. Ən böyük arzumudur ki, Zəngəzurumuz sülh yoluna alınsın. Balalarımıza bir də xəta bala gəlməsin. Amin inşallah. Gəlməsin. Allah dualarınızı işitsin inşallah. Var olun. Səməyə. Çox sağ olun. Sağ olun.